Salam, hər vaxtınız xeyir olsun. Günaz TV-yə baxırsınız. Studiyada Aynur Zahiddə əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Təbrizdə hökumət məmurunun yaşadığı bina vuruldu. Türkiyə, İran və ABŞ arasında mesajların çatdırılmasına vasitəçilik edir. Amerika Birləşmiş Ştatları İrana münaqişənin nizamlanması üçün 15 maddəlik plan göndərdi. Trump İranı elektrik stansiyasının vurulması ilə hədələdi. Azərbaycan ərazisindən transit keçməklə Ermənistana buğda göndəriləcək. İndi isə də ətraflı. Ötən gecə Təbrizin dəmir yolu işçilərinə məxsus binaya hava hücumu edilib. Bu barədə Şərqi Azərbaycan əyalətinin böhran idarəetmə mərkəzi məlumat yayıb. Məlumata görə zərbə nəticəsində 7 nəfər həlak olub. Yerli mənbələr onlardan birinin hökumət məmuru olduğunu bildirsələr də onun kimliyi barədə əlavə məlumat verilməyib. İranın hərbi sözçüsü İbrahim Zülfüqari bildirib ki, Tehran danışıqlara getməyəcək və rəqibləri ilə heç bir razılaşma əldə olunmayacaq. O, Amerikanın Tehran ilə danışıqlar barədə açıqlamalarını məsxərəyə qoyub. Xatəm Əl-Ənbiyanın sözçüsü xəbərdarlıq edib ki, müharibədən əvvəlki enerji qiymətləri yalnız o halda bərpa oluna bilər ki, Vaşinqton regionda sabitliyin İran silahlı qüvvələri tərəfindən təmin edildiyini qəbul etsin. Daxili qarşıdurmanın səviyyəsi elə bir həddə çatıb ki, artıq özünüzlə danışıqlar aparırsınız deyə Amerikaya lağ edib. Bizim kimi insanlar sizin kimi insanlarla heç vaxt yola gedə bilməz deyə Zülfüqari əlavə edib. İranın Pakistandakı səfiri bildirib ki, Amerika ilə hələ heç bir danışıqlar aparılmayıb. Bununla yanaşı o qeyd edib ki, əgər tərəflər razılaşarsa, Pakistan danışıqlara ev sahibliyi etməyə hazırdır. Bu cür məlumatları biz də mediadan eşitmişik, lakin iki ölkə arasında nə birbaşa, nə də dolayı danışıqlar aparılmayıb deyə səfir Müctəba Əmiri Müqhədəm deyib. Türkiyə, İran və ABŞ arasında gərginliyin azaldılması və birbaşa danışıqların təşviqi üçün mesajların ötürülməsində vasitəçi rol oynayır. Bunu Türkiyə Hakim Partiyasının Xarici Əlaqələr üzrə sədr müavini Harun Armağan bildirib. O, mesajların məzmunu barədə ətraflı açıqlama verməyib, lakin qeyd edib ki, bu mesajlar Körfəz ölkələrinə də çatdırılır. Bu ölkələr ABŞ-nin və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar nəticəsində genişlənən regional münaqişəyə cəlb olunublar. The Wall Street Journal qəzetinin yazdığı məlumata görə İran nümayəndələri Donald Trump administrasiyasına olduqca yüksək tələblər irəli sürüblər. Məlumata görə Sepah bir sıra tələblər irəli sürür. O cümlədən Amerikanın Ərəb Körfəzi bölgəsindəki bütün hərbi bazalarının bağlanması və İrana qarşı hücumlara görə təzminat ödənilməsi. Digər tələblər arasında Hörmüz boğazı üçün yeni razılaşma, müharibənin yenidən başlamayacağına dair zəmanətlər, İsrailin Hizbullaha qarşı zərbələrinə son qoyulması, İrana qarşı bütün sanksiyaların ləğvi və İranın raket proqramının məhdudlaşdırılması ilə bağlı danışıqlar aparılmadan raket proqramının yerində saxlanılması da var. Qəzetə danışan ABŞ rəsmilərindən biri bu tələbləri gülünc və real olmayan kimi qiymətləndirib. Məlumata görə Ərəb və ABŞ rəsmiləri hesab edir ki, yeni diplomatik mərhələnin ilkin mesajları ötən həftənin sonlarında Yaxın Şərq vasitəçiləri vasitəsilə çatdırılıb və hazırda Vaşinqton ilə Tehran arasında birbaşa əlaqə yoxdur. ABŞ İran hakimiyyətinə Yaxın Şərq münaqişəsinə son qoymaq üçün 15 maddəlik plan göndərib. Bu barədə The New York Times qəzeti ABŞ administrasiyasının rəsmilərinə isnadən məlumat yayıb. Qəzetin məlumatına görə sənədin təqdim olunmasında Pakistan vasitəçi kimi çıxış edib. Planın İran rəhbərliyinə nə dərəcədə geniş şəkildə təqdim olunduğu və Tehranın onu danışıqlar üçün əsas kimi nəzərdən keçirməyə hazır olub-olmadığı hələlik məlum deyil. Mənbələrin məlumatına görə sənəddə İranın raket və nüvə proqramları, eləcə də naviqasiya azadlığı məsələləri müzakirə olunur. İslamabadda yerləşən və davam edən atəşkəs danışıqları barədə məlumatlı olan yüksək səviyyəli təhlükəsizlik analitiki bildirib ki, Pakistanın ən yüksək siyasi və hərbi rəhbərliyinin vasitəçiliyi ilə aparılan müzakirələr sakit şəkildə, lakin sürətlə irəliləyir. Bu barədə Associated Press məlumat yayıb.
Amerika və İran arasında aparılan dolayı danışıqlarda mühüm və sürətli irəliləyiş əldə olunub. Bu prosesdə baş nazir Şahbaz Şərif, ordu başçısı Feldmarşal Asim Munir və bəzi yüksək vəzifəli Pakistanlı rəsmilər vasitəçilik edir, deyə məlumatda qeyd edilib. Bildirilib ki, İran liderləri yalnız ABŞ tərəfindən hücumların dayandırılacağına dair qəti zəmanət verildiyi halda birbaşa danışıqlara razı olacaqlar. Prezident Donald Trump ABŞ ordusunun İranda 10 milyard dollar dəyərində olan böyük bir elektrik stansiyasını dağıda biləcəyini deyib. Trump bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb. İstədiyimizi edə bilərik. Bildiyiniz kimi, bugün dünyanın ən böyük elektrik stansiyalarından biri olan çox böyük bir elektrik stansiyasına zərbə indirmək şərəfinə nail olacağıq. Düzgün yerə bir zərbə indirilsə, stansiya yox olur, məhv edilir. Biz bunu təxirə saldıq, çünki danışıqlar aparırıq, deyə Trump deyib. Trump tam olaraq söhbətin hansı stansiyadan getdiyi barədə məlumat verməyib. Davam edirik. Böyük Britaniya Hörmüz boğazını yenidən açmaq və yaxın şərqdə hərəkəti bərpa etmək üçün müttəfiqləri ilə birgə plan üzərində işləyir. Lakin bu asan olmayacaq. Bunu Böyük Britaniyanın baş naziri Keir Starmer bildirib. Nəticə etibarilə neft bazarında sabitliyi təmin etmək üçün Hörmüz boğazını yenidən açmalıyıq. Bu sadə bir iş deyil. Buna görə də biz bütün müttəfiqlərimizlə, o cümlədən Avropa tərəfdaşlarımızla birlikdə regionda naviqasiya azadlığını mümkün qədər tez bərpa edə və iqtisadi təsirləri azalda biləcək bir birgə plan yaratmaq üçün çalışırıq, deyə Starmer deyib. Buraxılışımız davam edir. Rusiya, Azərbaycan vasitəsilə İrana 300 tondan çox humanitar yardım göndərir. Bu barədə Rusiyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Sabah Bakıdakı Abşeron dəmir yolu stansiyasına çatdırılacaq Rusiyanın Fövqəladə Hallar Nazirliyinin humanitar yardımı İran tərəfində təhvil veriləcək. Məlumata görə yardım 300 tondan çox dərman vasitələrindən ibarətdir. Təhvil alınacaq humanitar yardım yük maşınları vasitəsilə İrana çatdırılacaq. Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Ermənistana buğda göndəriləcək. Bugün 5 vaqon buğda Ermənistana yola salınacaq. Qeyd edək ki, Azərbaycandan tranzit keçməklə Ermənistana mütəmadi olaraq taxıl, gübrə və digər məhsullar göndərilir. Belə, hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.